الرحمن الرحيم الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz, əziz, dəyərli müminləri, inanclı şəxsləri, bacı qardaşlarımı müqəddəs, mübarək cümə günündə ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala bu mübarək ayda və bu mübarək gündə hacətlərimizi qəbul eləsin, aqibətimizi inşallah xeyirli qərar versin. Dünyadan köçənlərimizin ruhu şad, Muhammed və Ali Muhammedə salavat xətm edin. Qarşıdan çox dəyərli, əzəmətli ay gəlir. O ay istiğfar ayıdır, bağışlanmaq ayıdır, tövbə ayıdır. Allah Teala bu aylarda istəyir bizi bağışlaya və bir bəhanədən bəzi süfrələri açıb, o süfrələrdən feyziyab olmaq üçün bizi dəvət edir. O ay mübarək Rəcəb ayıdır. Mübarək Rəcəb ayı Allahın ayıdır. Növbəti ay Şəban ayıdır. O Peyğəmbərin ayıdır. Arxasından müqəddəs Ramazan ayı gəlir ki, o ümmətin ayı hesab olur. Və bu ayları Allah Təbarək və Teala qərar verib ki, insanları bir bəhanədən bağışlasın. Rəcəb ayı 4 haram aydan biridir. Qədimdə 4 haram ay var idi ki, o aylarda müharibə eləmək olmazdı. Haram idi müharibə eləmək. Onlardan biri Rəcəb ayıdır. Buna deyirlər tək ay. 3 dənəsi də Zilqədə, Zilhiccə, Muhərrəm. Bunlar üçü bir-birinin arxasından gəlir. Zilqədə, Zilhiccə, Muhərrəm. Rəcəb ayı tək aydır. Bu 4 ay haram aydır. Onların əvvəlində Rəcəb ayı dayanır. Rəcəb ayı qəmər aylarının 7-cisidir. Hicri qəməri ayının 7-ci ayı hesab olur. 8-ci ayı Şəbandır, 9-cu ayı Ramazan ayıdır. Allah mübarək eləsin bu ayı, bu aydan layiqli feyz aparmağı Allah bizə nəsib eləsin inşallah. Bu ay çox təkid olunur, bəzi əməlləri yerinə yetirməyə bilirsiniz, yenə də yadınıza salıram. Bu ayın ən üstün əməllərindən biri oruc tutmaqdır. Bizim bu tarixdən Allahın iznindən Rəcəb ayı təsadüf eləyəcək dekabrın 22-sinə. Yəni 21-i axşam Rəcəb ayı daxil olur, 22-si Rəcəb ayının 1-ci günüdür. Və bu ayda çox təkid olunur ki, insan Allah rızasına oruc tutsun və əməllərini islah eləmək üçün Allahdan dua eləsin. Rəcəb gecəsi Allahla bir əhd bağlasın ki, ilahi,
mən neçə ay yenə öz başıma qaldım və yenə də şeytanın hiləsi və yenə də şeytan vəsvəsəsi, dünyanın məsələləri məni səndən uzaq saldı. Bu ayda yenidən istiğfar eləyərək, yenidən tövbə eləyərək, yenidən sənin dərgahına gələrək istəyirəm oruç tutam. Çox savabı var, çox təkid olunur bu ayda oruç tutmağa. O kəslər ki, onların qəza oruçları var, üstünlük verilir ki, onlar elə qəza oruçlarını tutsunlar və eyni zamanda da Rəcəb ayının savabını da aparmış olarlar. Bu ayın namazı var, bu ayın sədəqəsi var, bu ayın xüsusi istiğfarları var, zikirləri var və bu ayda qərar tutan mövludlar var, münasibətlər var. Bu ayın xüsusi özəllikləri var. Bu ayda təkid olunur 1. Oruç tutmağa, 2. İstiğfar eləməyə. Bu ayın xüsusi 70-70 istiğfarları var. Səhər 70 istiğfar, axşam 70 istiğfar. Və bu ayda bir xüsusi mələk var. Ancaq Rəcəb ayında o mələk işə düşər, o mələyin adı Dai mələkdir. Dai yəni çağıran, nida eləyən. Deyir, bu mələk gecəni sübhə qədər inanclı şəxsləri, Allahın bəndələrini səsləyər. Deyər, qalxın ibadətə, qalxın istiğfara, qalxın tövbə eləməyə. Xoş o adamın halına ki, o şəxs dai mələyin səsinə səs verə. Dai mələyə ləbbeyk deyə. Bədbəxt o şəxsdir ki, Rəcəb ayı daxil ola və Rəcəb ayı xaric ola, keçmiş aydan Rəcəb ayının arasında heç bir fərq qoymuyor. O insan uduzubdur. Ona görə biraz Allahdan tövfiqat diləyək ki, Allah Taala bu aya qədəm qoyanda Allah bizi islah eləsin və bu aydan layiqli istifadəni Allah bizə nəsib eləsin inşallah. Məhşər günü nida olar. Eynər rəcəbiyyun. Hanı Rəcəb əhli? Hanı o şəxslər ki, Rəcəb ayına hörmət qoyurlar, Rəcəb ayının dəyərini bilirlər, Rəcəb ayının gəlişinə sevinirlər? Bəzi insanlar var, Rəcəb ayının gəlişinə sevinmir. Onlar Rəcəb ayı daxil olanda artıq ürəkləri döyünməyə başlayır ki, Ramazan yaxındır. Bir ay oruç tutacaq. Bu insan o orucun içərisindəki ruhu görmür. Rəcəb ayının içərisindəki ruhu görmür. Şəban ayının içərisindəki ruhu görmür. Allahdan istəyək ki, Allah biz onlardan qərar verməsin. Sevərək biz Rəcəb ayına daxil olaq. Ta eynər rəcəbiyyun bizə şamil olsun. Bir məhşərdə deyəcəklər, Rəcəb ayına hörmət eləyənlər, bu aya daxil olanda sevinənlər, bu ayın hörmətini saxlayanlar, bu ayda istiğfar eləyənlər, bu ayda oruç tutanlar hanı gəlsinlər? Allah bizi onlardan qərar verir. O nida bizə də şamil olsun məhşər günü. Rəcəb ayını sevin, Rəcəb ayını sevərək daxil olun. Rəcəb ayında əməllərimizi düzəltməyə çalışaq. Allah şahiddir ki, əməllərimiz çox pis vəziyyətdədir. Əlbəttə, mən özümü deyirəm. Əməlim çox pis vəziyyətdədir. Allah bizi islah eləsin. Allah Taala bizi üzdə müsəlman və üzdə namaz qılan muqet qərar verməsin. Onlar çox çətindir, məsuliyyətli məsələdir. Bəzi vaxt insan elə üzdə mömindir, içəridə mömin deyil. Elə üzdə səcdə eləyir, üzdə ruku eləyir. Daxili Allaha təslim olmayıb. Daxil Allaha təslim olsa, içəridə xovfullah yaranar, Allah qorxusu yaranar. Bəzi vaxt alnımı səcdəyə gətirirəm, daxilimdə Allah qorxusu yoxdur. Allaha pənah aparıram o səcdədən. Allaha pənah aparıram o rukudan. Allaha pənah aparıram o namazdan.
Allah daxilimizi islah eləsin. İslah da öz başına olmaz. Halva deməkdən ağız şirin olmaz. İslah üçün cəhd eləmək lazımdır. İslah üçün nəfsi tapdalamaq lazımdır. İslah üçün bəzi rahatçılıqlardan keçmək lazımdır. İslah üçün orucu düz bilmək lazımdır ki, oruç tutasan. İstiğfar deyir, əstəğfirullahə Rəbbi və ətubu iləy. Əstəğfirullah və əsəluhu tövbə. 70-70 Rəcəb ayının zikirləridir gündəlik. Biz Rəcəb ayında gərək o bir aydan fərqli olaq. Rəcəb ayında gərək çox zikir eləyək. Əziz bazı qardaşlar, çox çətin deyil istiğfar. Rəcəb ayında Allahdan bir təslim, bir qərar eləyək. Allaha deyə, Pərverdigar bizə yardım elə. Günümüzün çox hissəsini zikr eləyək. Zikr də lazım deyil ki, elə üzü qibliyə əyləşəsən, əlinə təsbih götürəsən. İndi boş vaxtda bəli, bəzi vaxt işdə olursan, yol gedirsən, zikr elə. La ilahə illallah, la ilahə illallah. Bilirsən, bu ayda tövsiyə olunur, ay boyu 1000 dəfə Qul Huvəllah surəsi oxu. 1000 dəfə Qul Huvəllah surəsi oxu. Qul Huvəllah təkid olunur, niyə bilmirəm. Amma bunu deyə bilərəm ki, Məaz Peyğəmbərin səhabələrindən biri idi. Məaz dünyasını dəyişir, Məazı təşhi cənazə eləyirlər, gətirirlər qəbristanlığa dəfn eləməyə. Peyğəmbər bəsirət gözlərindən görür ki, Məazın təşhi cənazəsində çoxlu mələklər iştirak edir. Səbəbini bilmir. Dəfindən sonra Həzrəti Cəbrail nazil olur. Əziz Peyğəmbərimiz soruşur ki, Allahın gözəl mələyi, nə üçün Məazın təşhi cənazəsində bu qədər mələk iştirak elədi? Həzrəti Cəbrail buyurur ki, Məaz Qul Huvəllah surəsini çox oxuyardı. Qul Huvəllahı çox oxuyardı. Bismillahirrahmanirrahim. Qul Huvəllahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Bax, bu surə. Çox təkid olunur ki, Rəcəb ayında bu surəni təkrar oxuyun. İndi təsbih var, elektron təsbihləri də çıxardıblar. Get-gedə zikirləri də rahatlaşdırırlar. Sayı itirməyəsən, barmağına keçirirsən, bu cür vura-vura gedirsən. Məsələn, gün ərzində hesab elədən nə qədər zikir dedin. Adam özü bu ay boyu bir dənə list tutasan, bir dəftərçə tutasan, yazasan, özündə biləsən, mən bu ay nə qədər Qul Huvəllah oxudum. Bu ay nə qədər zikir dedim, nə qədər istiğfar dedim. Ay tamam olanda alnını qoyasan səcdə desin, Əlhəmdülillahi Rəbbil aləmin. Sənə şükür olsun Pərverdigara. Bu ay mənə tövfiq verdin ki, 5000 dənə Qul Huvəllah deyəm. 10.000 dənə istiğfar oxuyam. Bu istiğfarlar qəlbə səfa verir, dilə səfa verir, ömrə səfa verir. İstiğfarlardan qəflət eləməyin. Bu ayda istiğfar eləməsəz, bu ayın dəyəri bilinməz. Bu ayda əməllərimizi düzəltməsək, oruç tutmasaq, bəzi xüsusi namazlar var, o namazları qılmasaq, bu ayın dəyəri bilinməz. Bu ayda ariflər seyr-i suluk eləyərlər. Bu ariflər bəzi əməllər görərlər. İndi biz arif deyilik, amma bəzi əməlləri gərək görək. Bu ayda çox təkid olunur sədəqə vermək. Rəcəb ayında sədəqə neçə qat çoxdur savabı. Xüsusi namazlar var, o namazları qılmaq. Əlbəttə bir adamın əgər qəza orucu varsa, qəza orucu tutsun. Qəza namazı varsa, qəza namazını qılsın. Çox savabı var. Bu ayda təkid olunur ziyarətə getmək. Əgər əlbəttə insanın vaxtına və imkanına bağlıdır. Ümrə ziyarəti eləyəsən, əziz Peyğəmbərimizi ziyarət eləyəsən, Kərbəlada Əba Əbdullahı ziyarət eləyəsən, Nəcəfdə Əmir əl-Möminini ziyarət eləyəsən və digər əimməni İraqda ziyarət eləyəsən.
və yaxud Məşhəddə Qərib-ül Rıziyi ziyarət eləyəsən, çox savabı var, bunlara deyirlər beytutə. Və bu ayda xüsusi əməl var, etikaf ki, biz bu günə qədər bu mübarək əməldən hələ ki bəhrə apara bilməmişik. Allahdan istəyək, Allah bizə nəsib eləsin etikaf. Etikaf bilirsiniz ki, etikaf məsciddə qərar tutmaqdır. Bu mübarək Rəcəb ayındadır. Çox savabı var. Əlbəttə Ramazanın axırları da var. Çox təkid olunur Rəcəb ayında. Etikaf eləyəsən. Məsciddə 3 gün qalırsan, telefonu bağlayırsan, namaza durursan, 3 gün ard-arda oruç tutursan, buna deyirlər etikaf. Məsciddə qərar tutmaq. Bunun çox xüsusi bir savabı var. Qəlbə səfa verər. Hər kəsin də imkanı olsa etikaf da eləyə bilər. Məsciddə var. Allah ali dərəcədə qəbul eləsin. Və bu ayda 4 imamın mövludu qərar tutub bu ayda. İkisi Muhammed adındadır, ikisi Əli adındadır. Rəcəb ayının biri İmam Baqir əleyhissalamın mövlududur. Ayın 22-si. İmam Baqirin adı Muhammed ibn Əlidir. Və ikinci İmam Cavad əleyhissalamdır. O da adı Muhammed ibn Əlidir. İkisi Muhammeddir. İkisi Əlidir. Rəcəbin 13-ü Həzrəti Əmir əl-Möminin Əli ibn Əbi Talibin mübarək mövlud günüdür. İnşallah o mövluda çox az qalır. Gələn ilin, yəni miladi gələn ilin 2026-nın yanvarın 3-ünə təsadüf eləyəcək. İnşallah ona da Allah ömür versə gələn cümə onun elanını da dəqiqləşdirərik və burada sizin xidmətinizə çatdırarıq. Və bir də İmam Hadi əleyhissalamın mübarək mövlududur. Onun da adı Əli ibn Muhammeddir. Əsli adı Əlidir. 2 dənə Muhammed, 2 dənə Əli adlı əimmənin mübarək mövludu Rəcəb ayına təsadüf eləyir. Və Rəcəb ayında mübarək Məb'əs bayramı da var. Məb'əs Peyğəmbərin Peyğəmbərliyə çatan günüdür. O da Rəcəb ayının axırlarına təsadüf eləyir. O da mübarək bayramdır. Və Rəcəb ayının ilk cümə axşamı da rəğaib gecəsidir, bilirsiniz. Hər il Allaha şükr eləyirəm, Allaha həmd eləyirəm. Allah Teala o tövfiqatı bizə nəsib eləyir ki, siz əziz, dəyərli möminlərlə, möminələrlə birlikdə rəğaib gecəsi, rəğaib namaz qılırıq. Və müstəhəbdir, həmin gün oruc olasan və iftar eləyəsən, rəğaib namazını qılasan. Rəğaib namazı bizim tarixdən dekabrın 25-inə təsadüf eləyir. Üzümüzə gələn cümə axşamı inşallah rəğaib gecəsidir. Onun da əməllərini əziz qardaşlar inşallah məscidin rəsmi qrupunda paylaşım eləyəcəklər və oradan istifadə eləyə bilərsiniz. Ümumiyyətlə bütün Rəcəb ayının əməllərini əziz qardaşlar orada paylaşım eləyərlər, oradan istifadə eləyərsiniz. Həm zikirlərini, həm namazlarını, həm rəğaib gecəsinin əməllərini və hər nə Rəcəb ayına aid olan xüsusi zikirlər və namazlar və günlər orada Allahın iznindən qeyd olunar. Allah əcirlərini versin, Allah dualarını qəbul eləsin. O əzizlərin ki, sosial şəbəkələrdə yada salırlar həm günləri, əyyamları, zikirləri. İnşallah bu ayda bizi dualarınızda unutmayın. Görərsən, bir kuş ovçusu yerə dənə səpər, tor qurar. Bir kuş gələ o dənələrdən yiyə və ovçu onu tora sala tutar. Müraqibətdə yazırlar ki, bu müqəddəs aylar Rəcəb, Şəban, Ramazan ayı. Bu müqəddəs aylarda Allah Teala sanki bir ovçudur. Bu mübarək ayın savabları da
dənələrdir, toxumlardır. Allah Teala onları yer üzünə səpir. Biz də həmən göyərçinik ki, gəlirik, istəyirik o dənələri yeyək. Allah Teala deyir, bir ovçuya bənzəyir. İstəyir bəndələrini, o dənələri yeyərək tuta və onları nəvazişdən bağışlaya. Ovçu adətən tutur ki, onu özünə istifadə eləyə. Ya kösə yer. Allah Teala'nın mərhəmətinə bax. Allah Teala insanları ovluyur ki, onlara bağışlaya. Bu müqəddəs ayda o dənələrdən yığ ki, Allah Teala səni bağışlasın. Görürsən, bir zikrə nə qədər savab verir? Biz ağla gəlməyən bərabər savablar var. Bir namazın savabı nə qədərdir? Adicə Rəğaib gecəsinin haqqında eşidibsiz. Bu gecənin əməlinin savabı nədir? O gecənin namazı sənin əməl dəftərində yazılar, qəbir gecəsi sənə təqdim olunar. Bir şəxs gələr başı üstünə. Çox gözəl simada gələr. Deyər, sən kimsən? Deyər, sən filan ildə qıldığın Rəğaib gecəsinin təcəssümüyəm ki, Allah Teala məni məmur eləyib sənin qəbrində sənə yardım edir. Zahirdə baxırsan, yarım saat, bir saat vaxtını alır. Amma əməl dəftərində sənlə əbədi qalan bir şey xəlq eləyir. Can qoyduğun, ömür qoyduğun, vaxtının bütün hissəsini sərf elədiyin, gözlərin işığı, balaların, ailən, uşağın, onlar səni son mənzilə qədər gətirə bilir. Dəfn eləyir, gedir. Tamam. Uzağı sənə gözəl bir daş qoyar, 40 verər, il verər, bitdi. Bir neçə ildən sonra da ha baxsa yadına düşsə sənə bir Fatihə oxuyar. Bu əməllər əbədi. İnsanın əməl dəftərində əbədi qalar. Niyə biz bu əbədiyyətdən qəflət eləyək? Onlar üçün çalışmaq lazımdır, təmin eləmək lazımdır. Amma özünün əməllərin üçün düşünmən daha vacib və zəruridir. Bunlar lazımdır. İnşallah bunlardan qəflət eləməyək. Allah Teala bu ayda nida eləyən bəndələrinin səsini eşitmək istəyir. Allah Teala bu ayda ondan qaçıb uzaqlaşmış günahkar bəndəni gözləyir. Müqəddəs Rəcəb ayında bu qədər savablarla bizi təşviq eləyir ki, Allaha doğru gələk, Allah Teala bizi ovlayaraq bizim tövbəmizi qəbul eləyib bizi bağışlamaq istəyir. Bu bağışlanmaqdan qəflət eləməyək, bu bağışlanmaqdan qaçmayaq. Xoş o adamın halına ki, bu aydan istifadə edir. Bədbəxt o şəxsdir ki, bu aydan qəflət edir. Allahın yer üzündəki yaratdığı heyvanlar nə bilir Rəcəb ayı nədir? Nə bilir Şəban ayı nədir? Nə bilir Ramazan ayı nədir? Onu əql sahibləri bilir. O əql sahibləri də bundan qəflət eləyə da gərək, bilmirəm nə cür bağışlanmaq istəyir Allahdan. Allah deyir səni bağışlasın. Ha vaxt bağışlasın, deyir gədə Rəcəb ayında səni bağışlayım. Gədə Şəban ayında istəyirəm səni bağışlayım. Gəl Ramazan ayına daxil ol. Rəcəb Şəbanı layiqli hörmətini saxlaya bilməsən, layiqli bu aya daxil ola bilməsən, əminliklə deyirəm ki, sən müqəddəs Rəcəb ayına da o cür ki, Allah istəyir, o cür daxil ola bilməyəsən. Çünki Allah bu iki ayı özəlliklə müqəddəs Ramazan ayının əvvəlində qərar verib ki, səni, məni bu aya layiqli şəkildə daxil eləsin. Şeytan and içib. Quranda Allah nəql eləyir. Deyir, ləuğviyyənnə. And içib, deyir, onlara rəsmən alladacam. Onlara gecə-gündüz tor quracam. Amma Həzrəti Adəmə demədi alladacam, dedi, onu nəsihət eləyər. Həzrəti Adəmə gəldi, nəsihət elədi. Amma bizə yox, bizə birbaşa deyir ki, and içib, deyir, onlara alladacam, gecə-gündüz. Şeytan boşdur, gecə və gündüz, gecə və gündüz. Dildən, gözdən, əməldən, əldən, ayaqdan, hər nədən bizi aldatmağa və cəhənnəmə sürüşməyə çalışır. Allaha pənah aparıram. Allah Teala Quran-ı Kərimdə Həşr surəsində buyurur: "Və la takunu kəllezine nasullah." Deyir ki, Allahı unudanlar kimi olmayın. O kəslərdən olmayın ki, onlar Allahı
unutdular. Onlardan olmayın. Fəənsahum ənfusəhum. Allahı unudanlar həqiqətdə özlərini unutdular. Allahı sən unutsan, həqiqətdə özünü unudubsan. Allah təbibdir. Biz xəstəyik. Xəstə təbibdən qaçsa, özü ziyan eləyər. Xəstə həkimdən, dərmandan qaçsa, özünə ziyan eləyər. Özü həlak olar. Allah Taala təbibdir. Biz Allahdan qaçsaq, özümüzü həlak eləyərik. Ona görə Qurani Kərimdə buyurur ki, o kəslərdən olmayın ki, onlar Allahı unutdular. Allahı unudanlar həqiqətdə özləri ziyana düşdülər. Özləri unutdular. Allah səni and verirəm izzət və cəlalına, bizləri bu müqəddəs aydan layiqli istifadə eləməkdə bizə tövfiqat nəsib elə inşallah. Səni and verirəm öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə, Allahlığına xatir, ya Rəbbəl aləmin, bizləri Rəcəb ayının hörmətini saxlayanlardan və bu ayda layiqli oruç tutanlardan, zikr eləyənlərdən qərar verir. Pərverdigar aləm, ömrümüzə, ailəmizə bərəkət bəxş elə. Pərverdigar aləm, dünyadan köçənlərimizi bu ayda bağışla. Bu ayın xüsusi namazdan sonra oxunan duası var. İnşallah Rəcəb ayı daxil olanda məsciddə o duanı namazdan sonra həmişə oxuyuruq və Allah bizə bir daha tövfiqat versin, o duanı oxuyaq və hər kəs də şəxsi də evində namaz qılsa o duanı hökmən namazdan sonra oxusun. O dua çox gözəl duadır. İmam Sadiq əleyhissalamdan nəql olunur. Rəcəb ayının xüsusi namazlardan sonra oxunan duasıdır. Allah bizi bağışlasın. Allah günahlarımızı bağışlasın. Allah Teala bizi bir göz qırpımı öz başımıza buraxmasın. İmam Zaman əleyhissalamın zuhuru təcil olsun. Salavat inayət edin. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insana ləfī xusr. İllellezine amenu ve amilussalihat ve tevasav bil haqq ve tevasav bis sabr. Sallu ala Muhammed ve ali Muhammed.